Açığı hədə arzudur ki, hamı onu istəyir də. Kim istəmir ki? Sən nəsə demək istəyirsən? İstəyirsən şiir sənə gəlsin. Bir də bir şey deyəcəm. Nikoda, Vüsalə xanım da günlərdir, bəlkə bir 30-40 nəfərin əziyyətini çəkir. Hərəmiz bir şey pıçıldayırıq qulaqlarına. Və bir də ki, bizdə mətbəxdə bir gözəl xanım var. Rəvanə xanım. Rəvanə xanım, çox təşəkkür edirəm sizə. Haqqınızı halal eləyin. Siz doğrudan da eyni anda 10-15 nəfəri mətbəxdə yola verirsiniz. İstədiyimiz yeməyi, çayı, suyu, adaptora qədər hər şeyə görə çox təşəkkür edirəm. Əziyyətimizi çəkirsiniz. Bir dənə də Vüsalə xanıma bugün şiirlər gəldi, maşallah. Bol olsun Vüsalə. İnşallah ki, Rəvanə xanım üçün də bir gözəl bir hədiyyə atarsınız Rəvanə xanıma. Sakit durasan bəlkə hədiyyəvi deyil. Qorxmayın, brat. Bildin də kimə gəlir? Bəli, Rövşəndən Arzuya, Rövşən 009. Çolkalı dostumuzdan Arzu xanıma gəldi. Şiir. Xallar dəyişdi. Xallar dəyişdi, bəli. Yazdın İbrahim. Demirəm Arzu. Gəncəli ən sonda öz yerini Ən sonda qoyur. Gəncəli tıklama ilə gedir hələ ki. Yarışımızın bitməyinə də demək olar ki, biz neçədə başladıq? Niko, Gəncəli dedi ki, məni sevən insanlar xanımları nəzərdə tutdu yəqin. Bugün 14 fevraldır. Oğlanı nəzərdə tutacaq. Kimsə məni sevirsə, öz sevgisini etiraf eləmək istəyirsə, gül dökümü göndərsin mənə. Amma biz baxırıq ki, gül dökümü bir dənə də olsun gəlməyib. Gəncəli. Nə məsələdir? Füzalə deyir ki, məni sevənlər deyəndə yəqin ki, xanımları nəzərdə tutdu. Deyirəm ki, yox, oğlanlar. Allah ilə, arada ilə sual verirsiniz. Məni sevənlər dedim yəqin də. Ya dostum məni çox istəyən mən. Sevmək başqadır da. Amma düz desən, Zaur da məni sevir. Zaur səni sevir də, Niko. Zaur mənə bağlanır. Valla nə deyim, Ən az xal səndədir. axırdayam. Niyə tıklamır bunlar? Hazırda tıklama ilə gəlmişəm bura. Dəstək istəyirəm də, səs istəyirəm sizdən. Dostlar. Necəm deyə? Sona qalmamaq üçün. Sona qalmamaq üçün. Yəni görün bir dənə zəng gəlir, bir dənə. Gör nə qədər atırlar. Gör nə qədər atırlar. Birine bir söz demiyor. Ne deyirsən ha? Uğraşdırıram, ne içirsən? Azadakı danışanda oyunuyla söhbətin yarısına elə bir ASTV-yə baxır adam. Orada bir belişə var. Azan dişləri qalıb ağaray. Kurtoy. Təşəkkür edirəm. Var olasınız hər biriniz, yüreğinizə qurban, mənə dəstək olanlar. Ben bunu demək istəyirəm ki, bunu yadda saxlayın ki, axırda Baby, you give me ice and fire.
Yalnız kurt, təşəkkür edirəm, minnətdaram. Həqiqətən yalnız kurt. Au ye. Yəni elə eləyin ki, mən burada oturmayım, sizin ürəyinizə qurban. Öpürəm hər birinizi, minnətdarlığımı bildirirəm. İndi yenə həyəcanlı oluram. Yenə vaxt daraldıqca otura bilmirəm. Nicat, təşəkkür edirəm. Allah sizləri qorusun. Hər birinizə güvənirəm, hər birinizə inanıram. Göydə Allah, yerdə bizlər. Var olasınız. Aytən xanım çox sağ ol. Ruslan, Kamran ürəyim partiyada gələm. Qabaqda da hələ danışır. İmkan ver biz də səs istəyək. Axırdayam. Uşaqlar, ən axırlardayam. Boks əlcələrini biraz çoxaldayıq. Mikrofonu biraz çoxaldayıq. Gedirəm, ürəyin rahat olsun, gedirəm. Bu gün axırda olsam belə, axırda olmasam belə seçilib gedəcəm də. Yəni mənim variantım yoxdur. Düz deyirəm. Sən canavarsan. Uşaqlar, ona görə də Tərlanın ürəyini partlatmaq üçün Tərlandan. Tərlan özün boz kardinal kimi aparır da burada. Ki mən elə hiss edirəm ki, Tərlan burada boz kardinal. Sual verim. Xan, bəs deyirdilər ki, xanımlardan biridir boz kardinal. İndi artıq hər kəs düşünür ki, uşaqlar elə dayanaq hamımızı götürə bilsin. Kamera yer çoxdur, gəlin bura, yanıma gəlin. Düşünürdünüz ki, əvvəl xanımlardan biridir boz kardinal. İndi artıq hər kəs düşünür ki, Tərlandır boz kardinal. Niyə bu düşüncəyə gəlmisiniz? Yox, mən düşünmürəm, deyirəm elə aparırıq. Düşünmürəm, yox. Tərlan sadəcə jeton çoxluğundan və bir səsinin toxunulmazlığı olub, bir səsin iki səs olduğundan əgər həqiqətən toxunulmaz olsa, yəqin ki, burada boz kardinal və kimin gedəcəyini Tərlan müəyyən edəcək, kimsə gedəcəyin. Yaxşı. Dünən mən orada oturanda mənim elə bir hiss elədim ki, çöndüm arxaya baxdım, gördüm ki, Arzudur bir dənə mənə dəstək olur da. Dedim, sən bu kurtlar sofrasında doyamazsan ona yanarım. Arxaya çıxamazsan ona yanarım. Bu kurtlar sofrasında dünən bildiyiniz kimi mənə dəstək olan insanların sayəsində, bunların sizin dəstəyiniz sayəsində bu kurt meydana çıxdı uşaqlar. Siz bunu elədiniz. Mən hər birinizə minnətdarlığımı bildirirəm. Yox, vermə. Öpürəm sizi. Yəni ben yenə başlayacağım. Üzvü qoyu Kürdaxana eləyəcəksən yenə buranı. Gör nə deyirəm. Bax, axıra getdin Arzu ilə məsələn. Deyirsən, Arzu mənə bir dənə dəstəkdir. Bax, Arzu ilə üz-üzə qalsan, ondan nə edəcəksən? Arzu ilə Mənə də maraqlıdır. Tərlan, Arzu ilə burada otursan necə olacaq vəziyyət? Gəldi Niko. Niko gəldi. Alın. Mikhail adından xana gəldi. Xana gəldi Mikhail adından. Yəni qardaş, pes etməyin, asla pes etmə. Türklərin bir sözü var, asla pes etmə. Sən bilmirsən nələr ola bilərsən, bilmirsən sənin rəqibin kim ola bilərsən, bilmirsən rəqibi nə qədər istəməyən ola bilər. Ona görə də xahiş edirəm, oyununuzu oynayın, pes etməyin. Nicat, sadəcə bu mənim üçün ilk təcrübədir deyənə, mən də belə şeylər görməmişəm deyənə, biraz özümdən çıxıram, əsəbdən çıxıram, stresdən, həyəcandan dolayı, ona görə. Yəni bayaqlarda dedim ki, inşallah ki düz başa düşərlər buradakı stresimizi. Mikhailo qardaşa uzaq sahillərdə Mikhailo Mehdi Hüseynzadə, onu da Arif deyəsən canlandırıb, səhv eləmirəmsə. Arif bizim gözəl aktyorlarımızdan biridir. Albert Agarinov. Ona görə minnətdaram əziz qardaş, məni burada tək hiss elətdirmədiyin üçün. Vallahi bilmirəm kimdir. Çox sağ ol, minnətdaram. Allah canını sağ eləsin. Çox sağ ol, Mikhailov. Yəni mən deyəndə danışın, hamısı üzümə baxır ki, xalımız azdır, nə danışaq, onsuz gedəcək. Vaxt bitməmiş, heç vaxt təslim olmayın. Mən bunu söyləmək istəyirəm. Arzu, deyirəm ki, vaxt bitməmiş, heç vaxt tələsməyin. Nə getməyə, nə də qalmağa. Çünki bunu biz həll eləmirik, siz həll eləmirsiniz. Bunu bizi izləyən izləyicilər, dəstəkçilər həll eləyir ki, hansı ki bir sözünüz belə, bir mənfi söz və ya bir müsbət söz sizin xeyrinizə ola bilər. Tərlan cavab vermədi sənə. Niyə? Nə sual verdin Tərlan? Bir dəqiqə özüm verirəm sualı. Tərlan, Arzu ilə burada üz-üzə qalsan, vəziyyət necə olacaq?
Arzu ilə burada üzbəyiz qalsam. Təbii ki. Arzu ilə üzbəyiz qalsam. Oturaram burada Arzu ilə. Arzu ilə oturaram burada. Harda qırıldı. Oynayarıq da. İndi yo ip deyil. Yəni kimə də qırıldı nə mənada harda? yəni ya Arzu dəcək, əgər finala əgər sırf Arzu ilə mən deyirsinizsə, öcə finaldayıq məsəl üçün Arzu ilə mən nə bilim, o yenə dəstəkçilərin əlindədir. Bəlkə Arzunun bəlkə Arzu gözləmədiyi anda məsəl üçün də oturmuşuq burada, Arzu deyir dəstəyim yoxdur. Məsəl üçün mənə də biraz dəstək gələcək. Bir də gördüm ki, biri vurdu Arzuya 2 milyon. Şu. Ha, bəs nədir bə? Bunlar hamı gedəndən sonra üstümə jeton vuracaq. Bunlar hamısı vururlar indi. Bax, söhbət də hələ burdur da, buradan irəli gəlir. Dünənləri bizim seçimimiz var ha, sən deyirsən mən tək qalmışdım, bir dənə Arzu. Bizim orada seçimimiz heç nə həll eləmişik qardaş, sənin dəstəkçilərin öz sözünü dedilər yüksək səviyyədə. Biz sadəcə öz fikirlərimizi bildirdik. Əgər kimsə mənim fikrimə görə məni qınayırsa, Allah haqqı qınasın. Mən... Yox. Yox, and olsun Allaha, mənə pulum var da, kasıb olanam da. Xan bildirdi ki, buradan çıxsam da mən heç vaxt Tərlanın üstünə, protivdən xal atmaram, əksinə. Mənim gözəl qardaşım, nə gözəl qardaş da bu. Elçin, öpürəm səni, ürəyimə qurban, atma, başına dönərəm. Aristokrat, minnətdaram, var olun. Mən hiss eləyirəm ki, Elçin getdi, həqiqətən də mən tək qaldım. Elçin, sənin ürəyimə qurban. Qrup deyildi, valla o burada olduğu tədqirdə belə deyirdi ki, qrup deyilik. Sadəcə dost, bizim yaxınçılıq oldu, dostluq elədik, dəyər verdim oğlana, bir kişi kimi. O da mənə bir dəyər verdi. Yəni mən demirəm ki, buradakıların hamısı dəyərlidir. İndi hər kəslə yola gedəcək deyə bir şey yoxdur. İndi bizim də yolumuz belə gətirdi də. Belə baxıram, Aristokrat çox sağ ol. massa zad yerindədir. Sən kətiyə görə belə hərəkət edirsən, kətə yeməyə görə. İnşallah Aristokrat çox sağ ol. İnşallah Elçin söz verib mənə. Allahın izinə gedəcək Gəncəyə. Qardaş, mən Çay içədi orada, kimi kətə Elçinə ilə. sözüm var. Gedəcəm Gəncəyə, promoy kətə satmağa. Bir gündə səndən vaxt elib, bir dənə də soğaq çəkərik. İkimiz bir yerdə. Kişi biz bırak. Aristokrat çox sağ ol qardaş. Elçin, öpürəm səni, var ol, öpürəm. Amma burada mənlə bütün əziyyət çəkən dostlarım olsa. Orada xan getsin yazanlar, Tərlan bir dənə üzr istəyirəm, başına dolanaram. Orada xan getsin yazanlar da Allah hamımızın canını sağ eləsin, Allah hamımızı qorusun. Xan qalsın yazanlar da, xan ürək yazanlar da Allah hamımızı qorusun. Minnətdaram, çox sağ olun, qarşınızda baş əyirəm. Mən də çox sağ ol deyə bilərəm. De. Sağ ol şu. Musa, Pepe, Seyran, Cəlilov, Əli Mehdi, 13 TR, adı bilinməz, Fear, Ateş, 3 nöqtə, Baybakinski, Tarana, İlay, Ağa, Flörm, TT, Azərbaycan, Bəniz, Rövşanə xanım, Naxçıvanec, Adsız, Fi, Vitamin, Rövşən. Bir də ki, adı belə olan, prosta ki, aşağıdakı adı oxuya bilmirəm. Çox sağ olun, var olun. Və ağza ürək qoyanlar çox sağ olun, var olun və mənə həyatda dəstək olanlar, həyatdakı yanımda olan dostlarım çox sağ olun, var olun. Bu güllərə görə də, hədiyyələrə görə də çox sağ olun. İnşallah oyuncu aparsın. İnşallah pusu mən tərəfdən gözləm. Mən ümumiyyətlə bura oturanda heç nə gözləmirəm. Bilmirəm çünki mənə o 400 neçə minut 4 nəfər 3 nəfər atıb ayrı-ayrı adamlar bir-birindən arada çox fərq var, 300 min fərq var. Hə, bir-birindən xəbəri olmayan adamlar atıblar, yəni ki, çox sağ olsunlar, var olsun. Çox sağ ol belə, amma adı deyə bilmirəm. Çox sağ ol, var ol. Musa çox sağ ol bu arada. Burada uşaqlar Aza getsin də yaza bilərlər, Xan getsin də yaza bilərlər, Tərlan getsin də yaza bilərlər. Məlum məsələdir ki,
Tərlanı istəyənlər buradakı bütün iştirakçıların getməyini istəyir. Azan istəyənlər bütün iştirakçıların getməyini istəyir. Xanı istəyənlər bütün iştirakçıların getməyini istəyir. Ona görə fikirlər fərqlidir. Yəni ona fikir verməyin. Ürəyiniz istəyən qədər getsin, yazın. Amma təhqirlərə rədd ol, cəhənnəm ol, belə şeylərə xahiş edirəm yol verməyə. Çünki siz buradakılar yenə deyirəm, şəxsiyyət olaraq necə insan olduqlarını bilmirsiniz. Ona görə də piridili keçməyə də qadanam, yaxşımı? Niko getsin, yaxşı qaqa. Mikrofonu özüm deyirdim. Qorxmayın Murad, çox sağ olun. Çox sağ ol. Dəniz mənim illərimin padruqası, çox sağ ol. Bir də Musa, təşəkkür edirəm sizə, var olasınız. Padruqa yıxan evi heç kim yıxmır. Yox, şükür Allah ki, mən padruqalarım hələ ki ev yıxan çıxmayıblar. Zayka, öpürəm səni, sən mənim ürəyimsən. Elçin yazıb ki, Gəncəliyə, bir də Anar müəllimə salam deyə öpürəm ikisini də. Və bir şey yazıb Elçin, sən ürəyivə ürəyim qurban qardaşım, Allah and olsun, sənin mərdliyin qadasını alım. Yazıb ki, axırıncı jetonuma kimi sənə atmışam qardaşım, miqdarında yazıb, onu demək istəmirəm. Deyir, axırıncı jetonuma kimi sənə atmışam, var ol mənim ürəyim, Allah səni qorusun, Allah sənin o gözəl ürəyivə görə versin bundan sonraki ömründə, var ol. Şalar 055 374 74 54 WhatsApp-ına yazın. Hə. Yox deyirəm. Azaya da salam deyir Elçin. Yəni deyir Aza deyir deyərdim mikrofona, deyirəm də Azaya da salam. Azaya salam deyir. 055 374 74 54 nömrəsinə WhatsApp-dan yazın. Bakı əvizi atın burada kimə istəyirsinizsə. Ən ucuz yəni onlardadır, biləsiniz. O birlər Allahdır. Niko, əsəblərim yerində deyil ucu. Yenə ağlayasan. Zəhmət olmasa doktorun nömrəsini sonda ver. Sən dirəşmirsən ha mənim papamla. Doktorun nömrəsini ver, mən gedim ora. Papamın 3 dənə uşağı var. Mən Yox, mən doktor olaraq. Atam bilirsən nə? Bal. Sən nə deyəcəksən? 1 milyonu var üstündə. Bu nə deyər? ikisi eyni Niko boydadır. getsin, Vüsalə getsin, Rəşad getsin, Emin qalsın. Siz buranı da küfəcədən darmadağın elədiniz buranı. Da kim qalsın burada? Hədə oturur da sıralamada 4 dənə Gəncəli. günlər öz görəvini keçə bilməyən maşın üçün gözləyin gəlib. yerə. Oturduğun yerdə də. Bir saniyə deyən. Tərlan gözlə. Gəncəli. Bu gün Bilmirəm, hə? Abi mən nəsə dumanlı görürdüm. Sən kim aldadıb göndər? Məni heç kəs allada bilməz. Ay yazıq, hız Məni- görəvində 3 dənə güllə də bilməyən gəlmirsən. Sən mənim oyunlarımı görmüsən? 45 min havalın dalıca gəlsin. Sən mənim oyunlarımı görmüsən? Hə? Görmüsən Tərlan? Səni görmüşəm ki TikTokda oyunu da görürəm. Mən demişəm mən yayımçı deyiləm. Və nə gəlsən burada? Gəlmişəm də Çişin neyinirsən? baxmır, Gəlmişəm mən havala aparmağa. Kiminsə yerinə. Havala aparacam, səni də oturacam yanımda, aparacam Lənkərana səni. amma məncə Vüsalə xanım düz eləmir. Vallahi, yəni mən həqiqətən düz eləmir. Ən başından mən gələndən buradakilərin hamısını deyirəm, çox istəyirəm. Hamısına da eyni yanaşıram. Çöldə hansı ilə daha yaxınam özüm bilərəm, burada hamı. Amma Vüsalə xanım konkret olaraq palit edir ki, mən Arzunun yanındayam. Hə, da nə olub, öpməyə yer yoxdur, çıxanda öpün də bir-biriniz. Çöldə öpün də, yəni konkret olaraq bildirir ki, nə bilim, nəysə, hə, nəysə. Niko gördü ki, nəysə, belə nəysə. alınmış keçib qalmaq Allah. Hə, nə bilim, konkret, yəni bütün günü aparıcı burada olmalıdır. Sən Arzunun yanından əl çəkmirsən. Amma zarafatsız bu gedişatdan deyəsən elə özüm oradayam. Amma rəqib olaraq bilmirəm də kim oturacaq yanımda. Nə bilim. Valla çox kritik oyun gedir. Bilmək olur ki. Deyirəm bilmirəm də, valla bilmirəm.